Biz Azərbaycan Androloji Asosiasiyası olarak bugün 23. Uro Androloji ve 2. Avrasya Pene Cerrahiye kursuna toplaşmışıq. 7-8 iyunda bu toplantı devam ediyor. Patamdart'ta birinci gün nəzəri kurs. Burada əsasən andrologiyanın yenilikləri, urologiyada son iller əmələ gələn, inkişaf edən texnologiyanın xəstələrdə tətbiqi, sabah isə 2 canlı əməliyyat həyata keçiriləcək. Bu əməliyyatlar cərrahi tədris korpusunda ağır erektil disfunksiyası olan xəstələrdə penil protezlər oyulacaq və bu canlı əməliyyat zal ilə birlikdə təmasda həyata keçiriləcək. Ümumiyyətlə Azərbaycan Androloji olaraq biz demək olar ki 2006-cı ildən fəaliyyət göstəririk və bu dövrdə artıq 23-cü simpoziumuzu keçirmişik. Və burada da Avropanın çox böyük, məşhur alimləri, ekspertləri iştirak edir. İlk növbədə Türkiyədən İstanbul Tıp Fakültəsindən Türk Uroloji Akademiyasının koordinatoru Profesör Ateş Kadıoğlu, Florensiyadan, İtalya'dan Profesör Andrea Cocchi, o cümleden İzmir Demokrasi Üniversitesi Uroloji Anabilim Dalı'nın profesörü Turgay Turan çok büyük naletler, bu sahada naletler elde etmiş hekimler kimi çok büyük məruzə çıxış ettiler. Düşünürəm ki, toplantı çok uğurla başa çatır ve sabahda əməliyyatlar cərrahi korpusu həyata keçiriləcəkdir. Sudeyh müəllim, deməli, Sağlam TV olaraq sizdən bir sualımız var. Hər il bu konferans keçirilir. Uroloq və androloqların konferansı keçirilir. Bunun hər il keçirilməsi bundan irəli gəlir ki, elm hər dəfəsində inkişaf eləsə də kişilərin problemləri bitmək tükənmir, yoxsa elm bu qədər sürətlə inkişaf edir? Bu nədən irəli gəlir ki? Əvvəla, elm daim inkişafdadır. İkincisi, bu elmin müasir səviyyəsinə bağlı ölkəmizdə müalicənin həyata keçirilməsi prosesi bu xüsusi əhəmiyyət kəsb edir və ona görə də aparıcı həkimlər, profesionallar, Tibb Universitetinin, Həkimlərin Təkmilləşdirmə İnstitutunun klinikaları, onların aparıcı mütəxəssisləri, alimləri bu elmin müasir nailiyyətlərinə bağlı işlərini quraraq, həm də onu ölkədə yaymaq onların borcudur. Yəni, geniş həkim kütləsi bugün müalicənin daha səmərəli, daha səviyyəli olmasından ötəri xəbərdar olmalıdırlar və ona görə də bu konferansların keçirilməsi onların biliklərinin formalaşmasına, inkişafına, düşüncələrinin daha da aktiv olmasına bilavasitə təsir göstərir. Bu, hər il biz Azərbaycan Uroloqlar Asosiasiyası var və onunla bərabər Androloji və Reproduktiv Təbabət Asosiasiyası var. Bunların işləri əslində bir istiqamətdə, bir-birinə bağlı getdiyinə görə bu konferansları biz birlikdə keçiririk və bugün artıq görün 23-cü konferansdır, bax, bu asosiasiyalar yaranan sonra. Mən düşünürəm ki, bax, bugün də çox mənalı çıxışlar oldu, hörmətli qonaqlarımız iştirak edir. Türkiyədən çox, Avropada məşhur Ateş Kadıoğlu öz çıxışları ilə nə qədər konferansa bəhrələr verdi. Eyni zamanda da Andrea Cocchi profesör Türkiyədən, İtalyadan, Florensiyadan bizim qonağımızdır. O da çox dəyərli çıxışlar etdi. Eyni zamanda da başqa Türkiyədən də, Azərbaycandan da çox dəyərli çıxışlar var, müzakirələr var. Düşünürəm ki, bu bizim həkimlərin düşüncəsinə, fəaliyyətinə müsbət təsir göstərəcək. Daim onların yeniliklərə bağlı, yönəlmiş düşüncəsini aktivləşdirəcək. Çox sağ olun, yorulsunuz. Hoş gəldiniz ilk öncə. Deməli, ilk öncə sualım bundan ibarətdir ki, deməli, yanınıza tədaviyə gələn hər erkək
Bende bir şey yok ama eşim ısrar etti diyor çoğu zamanlarda. Bu kelimeyi kaç bin defa eşittiniz, dinlediniz? Yani tabii ki sertleşme sorunu aynı zamanda gücün göstergesi, iktidardan geliyor zaten. Mesela biz ona iktidarsızlık da diyorduk eskiden. Şimdi artık sertleşme sorunu diyoruz. O yüzden erkekte sertleşme sorunu olduğu zaman kendi iktidarını da kaybettiğini düşünüyor. O yüzden özgüveni azalıyor, sosyal hayatı etkileniyor ve giriyor, minor depresyona giriyor. O yüzden başta kabul etmesi zor ama daha sonra artık bu cinsellik kadın ve erkek arasında yaşanan bir akt olduğu için, hadise olduğu için daha sonra kadının da ısrarıyla artık kendinde sertleşme sorunu olduğunu kabul ediyor ve doktora gelip çare aramaya başlıyor. Ama sonuçta dediğiniz gibi ilk önce her hastalıkta olduğu gibi özellikle hayat kalitesini azaltan hastalıklarda şöyle bir hastalığı red safhası oluşuyor. Daha sonra kabul edip muhaleci aramaya geliyorlar. Erkekler size ne zaman yanınıza gelirler? Umutlarını yitirdikleri zaman mı, yoksa Google'da dualar işe yaramayınca mı, eczacıda tavsiyeler işe yaramayınca mı yanınıza gelirler, yoksa direkt? Evet, yani açısından, tedavi açısından ilk önce bir ilaç almadan önce mutlaka doktora başvurmak zorundalar. Niye? Çünkü bu ilacın ne zaman alacağı, nelerle birlikte kullanılmaz, kontraindikasyon kullanılmaması gereken ilaçların yelpazesi var. Onu öğrenmek istiyorlar. İkincisi, ilacın değişik tipleri var. Kısa süreli etkili olanlar, uzun süreli etkili olanlar, bunları nasıl kullanacak, ne zaman kullanacak gibi. Ama hastaların bir kısmı da ilacı denemiş oluyorlar ve de bu Viagra cinsi ilaçların, PD5 inhibitörlerinin veya tadalafil cinsi ilaçların Lex gibi yaramadığını görüp bize başvuran ikinci aşama tedavi arayan hastalarımız da var. İkinci aşama. Hangisi daha zor? Sertleşme sorunu mu, yoksa erkeklerde ben erkeğim, bana bir şey olmaz söylemesi mi? Yani ona inandırmak. Yani sertleşme sorunu olduğu zaman bir kere onun tedavisi olduğunu hasta eskiden bilmiyordu. Şimdi artık bu public awareness dediğimiz halkın bilgilendirilmesi, bilinçlendirilmesi kapsamında onu biliyorlar. Fakat bazı hastalar da doktoru rahatsız etmeyeyim diye gelmiyorlar. Halbuki ürologlar, androloglar bunun için spesifik eğitim almışlar. O yüzden onların gelmeleri iyi olur. Bazı hastalar da 60 yaşına, 70 yaşına geliyorlar. Diyorlar ki bizim Türkiye'de bir söz vardır. Yaş 60-70, iş bitmiş derler. İşin bittiğini düşünüyorlar. Halbuki yapılan çalışmalarda kadın ve erkek, 70 yaşındaki kadın ve erkeklere soruluyor ve %90'ı cinsel ilişkiye devam etmek istiyorlar. Sözünüzün devamı için bu soruyu da sorum sizden. Sizce Türk erkeği daha çok hangi durumda doktora gelir? Ağrı başladığında mı, yoksa eşi yeter artık dediği zaman mı? Yani bir kere o hastalıkların değişik tipleri var. Bir, hayatı tehdit eden hastalıklar. Biraz şaka gibi sual oldu. İki, hayat kalitesini azaltan hastalıklar. Hayat kalitesini azaltan hastalıklarda gecikme olabiliyor. Yani başvuru süresiyle hastalığın oluşmasıyla başvuru arasında bir süre geçebiliyor, 1-2 yıl kadar. Ama hayatı tehdit eden hastalıklarda, ağrı, tansiyon falan gibi hastalıklarda hemen doktora başvuruyorlar. Ama artık Türkiye'de değişti, bilmiyorum Azerbaycan'da durum nasıl, ama eskiden hastalar böyle çekinerek, utanarak bize sertleşme sorunu olduklarını ifade ediyorlardı. Şimdi göğsüne gere gere geliyor karşımıza, muayenehaneye parasını veriyor. Bende sertleşme sorunu var. Bunun tedavisini birlikte bulalım hocam, size güveniyoruz tarzında bir ifadede bulunuyor. Artık ego falan yok değil mi? Tabii, evet. Yani hastaların bu tabu olmaktan artık sertleşme sorununu konuşmak ve tedavisini konuşmak tabu deriz biz. Yani klasik böyle kültürel, dini öğretilere ters davranmaya başladılar Türk erkekleri. Bazen erkek geliyor ama konuşmuyor. Siz o anda androlog mu oluyorsunuz, yoksa sessiz erkek terapisti mi? Yok, konuşamadığı zaman. Bazı erkekler prostat şikayetleriyle geliyorlar. Ana şikayetini prostat şikayeti olarak lanse ediyorlar. Ondan sonra konuşmanın bir safhasında bir de bende sertleşme sorunu da var hocam diyorlar. Aslında ana sorunları sertleşme sorunu. Yapılan testlerde prostatları, şikayetleri daha arka planda çıkıyor. Sertleşme sorunu ön planda ortaya çıkıyor.
ve bu şekilde hastalar yani biraz böyle ikinci aşamada doktorla güven tesis ettikten sonra açık olduktan sonra doktor destekleyici olduğunu hissettikten sonra daha çok açılıp Modern tıpta her şeye çözüm var diyorsunuz. Peki erkek suskunluğuna bir reçete yazabilirsiniz mi? erkek suskunluğu eğer şeye bağlıysa sertleşme sorununa %80 oranında ilaçlarla iğne, kök hücre, egzozom, şok dalgası, penis protezi en sonunda mutluluk çubuğu, mutluluk balonu ile mutlaka %99 oranında çözülür. Ateş Bey, erkek sağlığında ilgili konuşmak hem de bir tabu gibi de. Sizce bu daha çok testosteron eskikliğidir mi yoksa iletişim eskikliğidir mi? Erkeklerdeki testosteron kadınlardaki gibi dramatik olarak düşmez. Kadınlar menopoza girdiği zaman östradiol dramatik olarak düşer. 40-47 yaşında ortalama menopoz yaşı bizim Türkiye'de dramatik düşer. Ama erkeklerde testosteron 50 yaşından sonra her yıl %1 düşer. %1. O yüzden testosteron eksikliği daha Ortada bir iletişim eksikliği yaşlarda vardır. Daha ziyade testosterondan ziyade risk faktörlerinden oluşan bir sertleşme sorunu mevcut. O da şeker, tansiyon, sigara, obezite, metabolik sendrom, sedanter yaşam gibi risk faktörleri. Dediklerinizin devamı için bir devamı olarak bir şey soruşum sizden. Şöyle bir gerçek var. Kadınlar şikayetçi oluyor, erkekler utanıyor. Siz arada kalıyorsunuz. Bu meslekte en çok hangi duyguyla savaşıyorsunuz? Utanmak mı, inkar mı yoksa eşlerin baskısı mı? Yani burada inkar ön planda. Hastaların utanmasından ziyade hastaların inkar etmesi. Daha sonra hastayla bir güven ortamı tesis ettikten sonra o bariyer aşılıyor ve hasta rahatlıyor. Tüm şikayetlerini açık bir şekilde bizle paylaşıyor. Güzel. Çok teşekkürler. Rauf doktor, her vaxtınız xeyir olsun. Andrologiya konferansındayıq. Sizcə andrologiya ixtisası realist ixtisasdır yoxsa romantik? Ramil bəy, andrologiya ixtisası nə realistdir, nə romantik, fəlsəfi bir ixtisasdır. Sizin yanınıza gələn pasiyentlər əsasən hansı bəhanələrlə yanınıza kreativ bəhanələr uydururlar? İnsanlar axı pasiyent olaraq həkimin yanına gələndə birbaşa Azərbaycanda bir tabu var da. Məndə sərtləşmə problemi var, məndə filan problemi var, açıq-aşkar onu bilmirlər. Amma sadəcə soruşurlar ki, müxtəlif məsələn deyir ki, yuxu ola bilsin, axır vaxtlar çox işləmişəm, axır vaxtlar yuxum çox gərgin olur və digər başqa bəhanələrlə gələ bilirlər. Sizdə hansı bəhanələr? Adətən bunlar cinsi zəifliyi olan xəstələr birbaşa burada cinsi zəiflik var. İlk olaraq prostatında problem var. Yəni hər şeyi prostatın boyuna yıxılır. Və ondan sonra xırdalayanda ki, prostat problemini artıq cinsi zəiflik problemi olması üzrə çıxır. Sizcə pasiyentlər ən çox sizin yanınıza hansı durumda gəlirlər? Google-da dualar işə yaramayanda mı? Əczaxanada, yəni aptekdə tövsiyələr işə yaramayanda mı? Yoxsa birbaşa bütün bunlar işə yaramayanda gəlirlər yoxsa? Söhbət Azərbaycan xəstəsindən gedirsə, Bəli, Azərbaycan xəstəsi bilirsiniz ən sonda həkimə gəlir. Ancaq elektrik disfunksiya elə bir şeydir ki, məsələn, bu gün cinsi həyatı yaşayıb, alınmayıbsa, o zaman bizə müraciət edir. Sizcə kişi sağlamlığına ən böyük təhlükə hansıdır? Stres, siqaret yoxsa sosial media? Hamısı. Sosial mediada elə. Sizcə kişi nə zaman həkimə gəlir? Öz xoşu ilə yoxsa məcbur ediləndə? Hər iki halda. Hər iki halda. Bugün 7 iyun 2025-ci il yenidən bir növ uroloqların bayramına yığışmışıq. Çünki hər bir toplantı, hər bir elmi simpozium bizim üçün sanki bir bayram anlamına gəlir. Çünki bu bayramlarda, bu tədbirlərdə, bu toplantılarda biz aktiv fikir mübadiləsi aparılır, öz bilgilərimizi təzələyirik, yeni əlaqələr qurulur və dünyaca tanınmış ekspertlərin müxtəlif mövzularda rəylərini öyrənmə şansımız olur. Mən çox xoşbəxtəm ki, illərdir artıq davam edən, ənənə halına gələn bu simpozium hal-hazırda yenidən öz işini ənənəsinə sadiq olaraq davam etdirir və mən də bir Azərbaycanda
aktiv fəaliyyət göstərən uroloq olaraq, araşdırmacı olaraq hər zamanki kimi bu konqresdə də, bu simpoziyumda da aktiv məruzəm var idi və bu məruzədə böyrək transplantasiyasının cinsi funksiyalarına təsirini əhatə edirdi. Dəyərli həmkarlarımla, tanınmış alimlərlə bu mövzunu müzakirə etdik və ümid eləyirəm ki, bütün qatılımcılar üçün, bütün iştirakçılar üçün bu toplantı unudulmaz olacaq. Toplantının rəhbəri, sədri, hörmətli dostumuz Professor İlham Əhmədova təşkilatçılığına görə və mənə etdiyi dəvətə görə öz təşəkkürümü bildirirəm. Ümid eləyirəm ki, bundan sonra da bu toplantılar davam eləyəcək və bu ənənə heç bir zaman pozulmayacaq. Bütün uroloqları təbrik eləyirəm, bütün həmkarlarımı təbrik eləyirəm. Bu hər zaman toplantı olmaqla bərabər uroloqların bir növ bayramıdır. Doktor, deməli kişi sonsuzluğu barədə danışırıq. Bəs kişi bəxtsizlikləri barədə laboratoriyada hansısa bir analizlər var? Çok maraqlı sualdır. Bunun konkret olarak analizi yoktur. Bunu ancaq psikolojik olarak dəyərləndirə bilərik, anamnezini toplaya bilərik ki, məsələ ailəsinə baxıb, qarşıdakı cinslik nümayəndəsinə baxıb görüm onun haqqında bəxti gətirib, yəni evlənəndə mi, subay olanda mı? Andrologiyanın ən çətin problemi, ən çətin pasiyenti daha doğrusu sizcə hansıdır? Həyat yoldaşı ilə gələn, yoxsa anası ilə gələn? O anası ilə gələn. Anasının gəlibsə, demək bunda ciddi problemi var yəni. Ən çətin elə odur. Sizin üçün ereksiyanın elmi izahı var, aydın məsələdir. Bəs xalq arasında eşitdiyiniz ən absurd izah nədir pasiyentlərin ereksiya ilə bağlı? Gəlirlər ki, örtbasdır eləyirlər, özlərindən belə kreativ bəhanələr gətirirlər də, problemini birbaşa dilə gətirmir. Məsəl üçün, məndə demir ki, impotensiya var da, başqa sözlər işlədir. Mənim bir dənə yanına Türkiyədə təhsil aldığım vaxtda bir dənə yanına yaşlı kişi gəldi, təxmin 70 yaşında. Yanındakı yoldaşı ilə gəldi, o təxmin o qədər yaşda. Dedim, amca şikayəti nədir? Dedi ki, teyzəndir, xoşbəxt deyil. Narahatdır, teyzən narahatdır. Teyzən narazıdır yəni. Yəni xaladı oradakı yoldaşı. Siz Arifə bir işarə bəstində. Oradan başa düşdük ki, problemləri var. Deməli, andrologiya sizcə romantik ixtisasdır, yoxsa realist? Əlbəttə ki, bu belə bir sahədir ki, burada mütləq romantika lazımdır, romantikasız burada olmur. Fantaziya da lazımdır. Sizcə siz hansı dərmanın adını eşidəndə gülməyiniz gəlir və yaxud da gülümsüyürsünüz bir androloq olaraq, tanış dərman kimi? Əsas əlbəttə bizim o sevdiyimiz dərmanlar Viagra'dır yəni. Viagra o artıq siqnaldır yəni. Deməli, bir kişi gəlir və deyir ki, doktor, hər şey qaydasındadır, amma arvad razı deyil. O halda nə edirsiniz? Hər şey qaydasındadır, arvad razı deyilsə, birinci onun arvadından soruşmaq lazımdır ki, arvad gözə nədən razı deyil? Sizcə kişi sağlamlığının ən böyük təhlükəsi stres, siqaret, yoxsa sosial media? Sosial medianın yıxdığı evləri, yəni nə siqaretlə də yıxa bilməz. Ay sağ olun. Deməli, qadınlar sizi daha çox nə zaman axtarırlar? Deməli, boşanma ərəfəsində, yoxsa nə var? Biz androloqları, qadınlar. Mən ona görə qadınları soruşdum ki, onlar da şey eləyirlər, soruşurlar. Yox, boşanma ərəfəsində artıq gec olur, amma əlbəttə ki, problem yarananda evdə kişilərini gətirirlər yanıma, ya bu kişi ilə məşğul olgidən ki, görəm bunda niyə alınmır? Bəli. Deməli, ən çox eşitdiyiniz yalan budurmu? Doktor, bir dostumda belə bir problem var. Elədir. Əsasən də telefonla ya da ki, sosial şəbəkədə yazanda belə işlər deyirlər. Dostumuzda bir problem var, ya da ki, məclislərdə bir soruşanda onunla belə soruşurlar. Sizcə kişi nə zaman həkimə gəlir? Öz xoşu ilə, yoxsa məcbur edilərək? Yoldaşı məcbur edən xəstələr çox olur, yəni. Məcbur ki, get həkimə. Sən zəifsən, get müalicə al ki. İndi belə çıxır ki, androloqlar kişilərin suallarına cavab tapa bilməyiblər deyə toplaşırlar, yoxsa kişilər hər il təzə suallarla gəlir həkimlərin yanına? Bugünkü konferans haqqında fikirlər? Bugünkü konferans haqqında yəni ki, bu ümumiyyətlə Azərbaycan androloqlarının 23-cü toplantısıdır. Yəni ki, hər biri, yəni ki, ilkin birincidən başlayaraq hamısı uğurla keçibdir. İştirakçıların sayını özünüz görürsünüz, qonaqları da görürsünüz. Hər dəfə bir, 2, 3 ən azından ölkədən iştirakçılar da
iştirak etməyə belə demək olar ki, həvəslidirlər və iştirak da edirlər, aktiv də iştirak edirlər. O ki, qaldı ki, sualların verilməsi ümumiyyətlə kişilərin problemlərinə, problemlər necə var, elə qalır, köhnədir, problemlər köhnədir. Sadəcə zəruriyyət nədən yaranır? Gündə dünyada heç olmasa ən azı 50, 60, 70 böyük bir tədqiqatın nəticələri nəşr olunur. Sadəcə həkimlərin böyük bir qismi bu məlumatın ardınca çatdıra bilmədiklərini, əldə edə bilmədiklərini ya da ki, əl çatmaz olduğundan, yəni ki, bu bizim bu toplantılarda kimisə də əli nəsə də çatırsa da, harada iştirak edibsə də, yəni ki, orada olan, danışılan, deyilən, müzakirə olunan mövzularla sadəcə vətəndə, kolleqalarla paylaşmaqdan gedir söhbət. Samira Tağıyeva, Tim elmlər namizədiyəm, mama ginekoloqam. Bu gün mənim mövzum bağlıdır hidronefroz xəstəliyi ilə hamiləlik vaxtı. Nəyə görə bu mövzunu seçmişəm? Ona görə biraz problemli mövzudur. Kliniki algoritmlar, protokollar olmayan bir mövzudur. O mövzu maraqlıdır həm ginekoloqlara, həm uroloqlara. Ona görə ki, biz bu xəstəlik zamanı bir yerdə işləyirik. 2 sənətkarlar, uroloqlar və ginekoloqlar. Bu xəstəliklə istəyirdim ki, uroloqlarla bölüşüm. Biz hamilə vaxtı onları tez-tez rastlaşırıq. O deməkdir ki, böyrək hamilə vaxtı pis süzməyə başlayır, uşaqlıq böyüyür hamiləliklə, sıxır böyrəyi və sidik axarı və böyrəkdə problemlər yaranır. Bu mövzu ilə danışmaq istirdik, konservativ terapiyanı aparaq, ya əməliyyat stent qoyulmalıdır, ya nefrostoma qoyulmalıdır. Mövzum onunla bağlıdır. Скажите честно, что чаще лечите? Женские болезни или их нежелание признаться в них? Вы понимаете, если у женщины вы хотите спросить, лечу ли болезнь, которую она нашла в Гугле, конечно, нет. Я буду лечить ту болезнь, которую я выявлю. Другого быть не может. Конечно, это ее решение, лечиться или не лечиться, но лечиться будет от того, что будет действительно выявлено врачом. Каждый год проводится конференция. Да. Эта наука так быстро развивается или проблемы мужчин и женщин не кончаются? Проблема мужчин и женщин никогда не закончится, это невозможно, и это и отношения, и болезни, и так далее. Но конференции нам для чего нужны? Они нужны для того, чтобы мы делились опытом. Выходят многие препараты фармакологические, у нас много интересных докладов выходит, мы совместно какие-то проекты делаем, мы видим друг друга в конце концов. Когда, вы понимаете, развит настолько Facebook, Instagram, мы, коллеги, друг друга почти не видим. А эти конференции, тем более такие смежные, гинекология, урология, это вообще замечательно. Спасибо Ильхам Алимович, что вот такую конференцию создал, и мы, гинекологи, можем участвовать в урологических конференциях. Это просто замечательно. Hər il bu androloqların konfransı keçirilir də. İndi belə çıxır ki, androloqlar hələ kişilərin sualına cavab tapa bilməyiblər, deyə toplaşırlar. Yoxsa kişilər hər il təzə suallardan gəlir. Ona görə hər il keçirilir bu konfrans. Ümumiyyətlə dünya varsa kişilərin sualları bitməz, maraqları bitməz, ehtiyacları bitməz. Elm də bunları məcburdur təmin eləsin. Bəli. Ona görə hər il bu konfransda daha yenilik öyrənirik və məqsədimiz də budur. Yeni nə varsa, yeni yanaşmalar, yeni çıxan dərman preparatları və qeyri-dərman preparatları, indi yeni texnologiya, süni intellekt artıq gəlir işin içinə. Ona görə illik bu konferansın keçirilməsi və bizim yenidən özümüz üzərimizdə hər kəsin gündəlik oxuma, izlənmə bəlkə şansı olmur. Hərənin bir marağı var. Ona görə bu konferansın həqiqətən keçirilməsi illik də olsa bizi güncəlləmə, türkcə desək, yeniləmək üçün çox vacibdir. Bugünkü konferansın təşkilini və qoyulan mövzuları necə qiymətləndirirsiniz? Hələ ki çox yaxşıdır. Gözlədiyimdən daha yaxşıdır. Çox maraqlıdır. Fərqli mövzulardır. Fərqli mövzu yormur insana fərqli olunca. Elbəy doktor, siz necə fikirləşdiniz? Ümumiyyətlə bu andrologiya ixtisası biraz zarafatçıl sualdır. Realist ixtisasdır, yoxsa biraz romantik? Mən sırf androloji açıqcası çox xəstə baxmıram özüm. Amma niyə baxmıram? Niyə baxmıram? Çünki androloji ixtisas sadəcə bəlkə həkimlik deyil. Bəlkə biraz psixoloq, psixoterapevt, biraz mediatik. Çünki bunlar ilk izlənimi xəstənin çox önəmlidir.
Ona görə həkimlər məncə androloqlar həm də psixoloq olmalıdır, psixoterapevt olmalıdır, biraz populyar olmalıdır, mediatok olmalıdır, sosial şəbəkədə daha yaxşı tanınmalıdır ki, xəstələrdə elə ilk görüşdən bunlar müsbət şey alsınlar, enerji. Bəzən elə pasiyent olur ki, problemini qəbul eləmək əvəzinə onsuz da keçib gedər deyir. Bu sizcə testosteronun fəsadıdır, yoxsa milli mentalitetin fəsadıdır? Bizim İlham müəllimin, bu cəmiyyətimizin sədrinin çox qəşəng bir sözü var. Testosteron düşüklüyünü nə zaman bilməliyik, bilə bilərik, hiss eləyə bilərik. Deyir ki, əgər bir kişi həyat yoldaşının bütün dediklərinə hə deyirsə, bilin ki, onun testosteron yavaş-yavaş düşür. Əla sözdür. Anar Almaskanlı, uroloq, androloq, Mərkəzi Neftçilər Xəstəxanası və DTX Hospitalda uroloq, androloq olaraq çalışıram. Bugün burada həmkarlarımızın da qeyd etdiyi kimi 23-cü uro-androloqların 23-cü simpoziumudur. Eyni zamanda androloji ustad dərsləri adlı penil cərrahiyyə vardır. Bugünkü tədbirdə, simpoziumda da mənim çıxışım Fuad doktorun moderatorluğunda uro-onkoloji ağrı xəstələrin müzakirəsi idi. Çox gözəl ümumilikdə bir tədbir keçdi. İnanıram ki, bütün uroloq və androloqlar üçün çox məlumat verici və tibbin ən son qeyd etdiyimiz kimi nailiyyətlərinin də yer aldığı Avropa guideline-larından da istifadə olunaraq çox gözəl məlumatlar əldə etdik. Bu tədbir üçün də cəmiyyətin sədri İlham doktora, professora xüsusi təşəkkürlərimi bildirirəm ki, həm məruzəçi olaraq, həm də konferanslarda iştirakçı olaraq hər zaman bizləri yada salır. Və eyni zamanda konferansın xüsusi əhəmiyyəti xarici qonaqlarımızın da olmağında idi. Türkiyədən və İtaliyadan bir neçə dünya üzrə tanınmış uroloqlar və androloqlar, eyni zamanda andrologiya üzrə dünyaca məşhur Türkiyəli mütəxəssis Ateş Kadoğlu iştirak etdi. Andrologiyada son illər ölkəmizdə də populyarlıq qazanan penil protezlər xüsusilə burada aktiv müzakirə olundu və cinsi zəiflik və yaxud da prostat xəstəlikləri sahəsində də həm konservativ, həm cərrahi olaraq son yeniliklər müzakirə edildi. Deməli, mən Dr. Seymur Kərimov, Dövlət Təhlükəsizlik Xidməti Hospitalının ürək transplantasiya və orqan nəqli şöbəsinin həkimiyəm. Bugün biz Azərbaycan uro-androloqlarının 23-cü simpoziumunda iştirak edirik. Simpozium çox yüksək səviyyədə təşkil olunub. Belə ki, simpoziuma qatılan xaricdən gələn həmçinin qatılımcılar da var və yerli alimlərin və xaricdən gələn alimlərin iştirakı ilə çox yüksək səviyyədə təşkil olunub. Mən deyərdim ki, çox faydalı, əhəmiyyətli keçdi bizim üçün. Kollegalarımızla bilgi alışverişində bulunduq, yeni bir şeylər öyrəndik və eləcə də mənim penil protezlər haqqında, yəni erektil cinsi funksiyanın müalicəsində istifadə olunan ən ağır mərhələsində, belə deyək də, son mərhələsində istifadə olunan penil protez taxılması Boston Scientific şirkətinin təqdim etdiyi penil protez haqqında məlumat verdim, 3 parçalı və bu Azərbaycanda da bu əməliyyat icra olunur. Çox parçalı penis protezlərinin taxılması və cinsi funksiyası itmiş, ümidsiz qalan kişilər üçün son çarə, son qapı, son ümid yeri bu penil protezlərdir. Ağır şəkər diabet xəstələri, yüksək belə ağır damar xəstəlikləri olan və dərman müalicəsinə fayda görməyən pasientlərdə çox yüksək nəticə verir. Pasient məmnunluğu və partnyor məmnunluğu çox yüksək səviyyədədir. Bu haqqda sunumumuz oldu. Təbii ki, hər il olduğu kimi bu ildə təşkil olunan simpozium yeni elmi nailiyyətlərin təqdim olunması, elmi işlərin təqdim olunması ilə yadda qaldı. Konferansın təşkil olunmasına başda Uro-Andrologiya Cəmiyyətinin sədri Professor Doktor İlham Əhmədov olmaq üzrə akademiyimiz Südeyf İmamverdiyev, eləcə də Türkiyədən qatılan dəyərli hocamız Ateş Kadoğlu'nun iştirakı ilə çox dəyərli bir konferans keçdi. Hamısına ürəkdən təşəkkür edirəm, öz təşəkkürümü bildirirəm. İnşallah gələcək konferanslarda görüşmək ümidilə. Çox sağ olun, təşəkkürlər.